Salamlar, vaxtınız xeyir olsun. Mən Əlgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, daimi olaraq nələrsə qarşı aludəçilik, yaxud həmin aludəçiliyin insan həyatına şiddətli dərəcədə zərərləri. Günümüzdə hər şeyə qarşı bir aludəçilik var. Məsələn, siqaret aludəçiliyi, yəni tütün, ən ağırı narkotik, yəni daha şiddətli dərəcədə adətən narkoman adlanır. Biraz qeyri-etik ifadəyə yaxın bir ifadə kimi səslənsə də və bundan əlavə sadə, bəsit kimi görünən, lakin çox ağır dərəcədə aludəçiliklərdən biri haqqında danışacağıq biz. Bu həmin aludəçilik psixi və travmadan qaynaqlanan və insan həyatında ölənə qədər, yəni öldüyü günə qədər davam edən bir aludəçilik haqqında söhbət edəcəyik. Bu nədir? Bunun adı takıntı, yaxud türk dilindən Azərbaycan dilinə tərcümədə bir şeyi davamlı olaraq etmə, yaxud kiçik bir mülahizə, yaxud bir ifadə olaraq səsləndirsək, ilişib qalma. Adətən istəmsizcə %75% statistikaya əsasən insanlar səbəbsizcə nələrsə edirlər. Məsələn, baxırsan saatlarla telefonda oturub heç nəyə baxmır. Sosial platformalarda gəzinir. Gündəlik olaraq bunu edir. Bilmir niyə edir. Yaxud bu yol evinə getməyə 2 yol ayrıcı var. Və bu 2 yolda biri digərindən yaxındır, yaxud digəri həmin getdiyi yoldan daha çox sərfəlidir, amma eyni istiqamətdə gedir. Yolu dəyişsə sanki həm nevroz olur, həm bir növ takıntı kimi ilişib qalır ki, niyə o yoldan getmədi? Nə fərqi var ki sənin üçün? Və səni buna vadar edən nədir? Buradan getmə, oradan get. Yaxud bir kinoya baxır, bir də görürsünüz, o kinonun həmən səhifəsini 100.000 dəfə izləyib. Maraq qaçıb, hiss edir ki, o maraq qaçıb. Sadəcə həddindən çox vərdiş və ilişib qalma. Çıxa bilmir o avradan. Adətən bu kimi ağır psixi yaxud travmadan qaynaqlanan bu həmin ilişib qalma yaxud takılma xəstəliyi insanları zamanla hər hansı bir ciddi münasibət bitdi, getdi. Artıq həmən adam ailəlidir. Və burada ilişib qalma prosesi baş verirsə, birincisi sənin adına xələldir. Yəni sənə pisdir. Çünki bu münasibət bitdi, getdi. Unutmalısan. Qırıldığı nöqtədən qırılacaq. Sındığı nöqtədən sınmalıdır. Amma bəzi insanlar takıla ilişə artıq görürlər ki, yaşları 20-ci 25, 25-ci 30, 35 daha heç bir ciddi münasibətə nə bir həvəs, nə də o münasibət üçün atmalı bir nəfəs qalmayıb. Ona görə mütləq şəkildə hər zaman bu xəstəliyin ən bəsit müalicə yolu həmin səni vadar edən, səni məcbur edən nədirsə onun üstünə getməkdir. Etmə. O şeyi etmə. Səni sıxdıqca sən belə düşünün. Sən sıxırsan, mən səni sıxıram. Sən sıxa bilməsən, mən səni sıxaram, mən səni uzaqlaşdıraram. Belə bir anlamla düşünə bilərsiniz. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yazа bilərsiniz, yaxud hər hansı bir fikirləriniz olduğu təqdirdə fikirlərinizi bölüşə bilərsiniz. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir.